Katod üzərinə düşən şüalanmanın tezliyi 3 dəfə artanda saxlayıcı gərginlik 4 volt artır. Katod üzərinə sonra düşən şüalanmanın şüalanma kvantının enerjisi məndən soruşur. Gəlin birinci halda yazaq. Birinci halda H-ü nəyə bərabərdir? A çıxış 2 üstəgələ Y-u saxlayıcı. İkinci halda artıq tezliyi 3 dəfə artırıblar. Yazacağıq 3H-ü bərabərdir. A üstəgələk. Gərginlik isə 4 volt artır. Olacaq. Bu şəkildə yazırıq. Y vurulsun U üstəgələk 4. İndi tərəf-tərəfə gəlin bunları çıxaq. İkincidən birincini çıxaq. Qalacaq 2H-ü alar ixtisar gedəcək. 2H-ü bərabərdir 4 elektron volta. Buradan H-ü tapırıq. Nə qədər eləyir? 2 elektron volt edir. Bu bizim birinci haldakı kvantımızın enerjisi. Amma bizdən ikinci haldakini soruşur. Bunda Y fotonun enerjisi nəyə bərabərdir? İkinci halda artıq tezlik 3 dəfə artıb 3H-ü bərabərdir. H-ü 2 elektron voltu 3-ə də vururuq olur 6 elektron volt.